Bir Qalanın Sirri filmində gizlədilmiş bir sir var. Gəlin sizə də göstərim. Simnar Xanın qalası isə, baxın, oradaymış. Xalq bu qalanı içərisində baş verən hadisələrə görə Qanlı qala adlandırmışdı. Kadrdakı sirrin nə olduğunu görə bildiniz? İndi izah edəcəm. Əslində bunu heç mən də bilmirdim. Emil Hacıyev yayımladığı araşdırmada bu məqama toxunub. Kadra diqqətlə baxsanız, Bibeybət məscidinin maketini görə bilərsiniz. İndi sual verə bilərsiniz ki, burada sir nədir? Məsələ odur ki, film çəkilən dövrdə Bibeybət məscidi yox idi. Məscidi 1930-ların ortalarında dağıdıb yerlə yeksan etmişdilər. Bunu etməkdə əsas məqsəd tarixə bir iz qoymaqdır. Rejissor bu yolla məscidi tarixin yaddaşına salır ki, gələcəkdə bərpa edilmək istənilsə, bunu edəcək insanlara faydası toxunsun. Bibeybət məscidi 1998-ci ildə bərpa edilərək yenidən istifadəyə verilir. Bəs Bir Qalanın sirrindən yadınızda qalan ən məşhur ifadə hansıdır?